Səfəvilərin Talışlar tərəfindən qurulması və Şah İsmayılın Talış olması açıq bir faktdır. Lakin bu faktların araşdırılması nə Azərbaycanda, nə də başqa ölkələrdə aparılmır. Əsas səbəblərdən biri isə siyasi vəziyyətdir. Yəni Azərbaycan və Rusiya əlindəki arxivlərin Talışların xeyrinə istifadə edilməsinə imkan vermir və buna siyasi bariyerlər yaradılır. Bu araşdırmalar üçün lazım olan arxivlərə giriş imkanları vermirlər. Lakin faktlar ortadadır. Mən bu faktları bu gün bir-bir sadalayacağam. İlk olaraq ondan başlayım ki, Şeyx Zahid Gilani, yəni Səfəvilərin başlanğıc müəllimi, Şeyx Səfiyyəddinin müəllimi sayılan Zahid Gilani özü Talış olub, Ərdəbildə yaşayıb. Onun qəbri bu gün Lənkəranda yerləşir. Türbəsi bu gün Lənkəranda yerləşir və insanlar buranı ziyarətgah kimi istifadə edir. Həmçinin Talış dilində şeirlər də mövcuddur. Onun şagirdi Səfiyyəddin onun yolunu bir qədər adını dəyişib, yəni onun Zahidiyyə ordenini dəyişib edib Səfəviyyə ordeni və onun qızı ilə evlənib. Qızı Bibi Fatimə ilə evlənib və bundan sonra da Səfəvilər sülaləsinin başlanğıcı başlayıb. Bəs Seyfiyyəddin kim idi? Seyfiyyəddinin daha çox Kürd olması, İran olması kimi mülahizələr çoxdur. Bu da yenə dediyim kimi siyasi məsələlərin akademik araşdırmalara təsiri üzərindən formalaşıb. Lakin onun yazdığı dil Talış dili olubdur. Yəni Talış dili ilə çox böyük oxşarlığı var. Həmçinin bir çox Pirzadənin onun 11 rübaisi Pirzadənin Rajinin Talış şeirləri adı altında yayımlanıbdır, sadalanıbdır. Və həmçinin Miller onun yazılarını araşdırıb və bildirib ki, bu yazı qədim Azəri, yəni Azərbaycan dilini Azəri dilini qarışdırmayın, hazırki Azərbaycan dili ilə. Azəri dilinin bir ləhcəsidir, yəni bugünkü Talış dilinə çox yaxındır və uyğunluqlar var. Yəni bu Talış dilinin ana dili başlanğıcı hesab ediləcəyi bir dildir. Və açıq-aşkar görünür ki, bu adam Ərdəbildə böyüyüb, Ərdəbildə anadan olub və Talış şeirlər yazıbdır. Yəni burada bundan artıq fakt nə olmalı ki, bir akademik gəlsin, bunu araşdırsın və ortaya çıxarsın. Və bu təəssüf ki, son dəfə yalnız Miller tərəfindən araşdırılıb və bilirsiniz ki, həmin dövrlərdə 40-cı 50-ci illərdə Azərbaycanda Stalin tərəfindən repressiv siyasəti artıq başlamışdı. Daha sonra türkləşdirmə siyasəti başlamışdı. Cənubi Azərbaycan söhbəti başlamışdı. Və bu dövrdən sonra biz bu araşdırmaların kökünün kəsildiyini görürük. Nə Miller, nə də digər alimlər bu araşdırmalara qayıtmır. Qayıdanlar da bunu türk çıxartmağa çalışır. Bu da siyasi səbəbdir, dediyim kimi. Həm Sovetlər dövrünün, Azərbaycan dövrünün siyasi səbəbləridir. Və indi gələk Şah İsmayılın özünə. Şah İsmayılın düzdür, yanına qoşulanlar arasında türklər olubdur. Bunu danmaq olmaz. Yəni bu əsasən də Bektaşi sufilərin Şah İsmayıla qoşulması nəticəsində başlayıb. Amma Şah İsmayılın bayaq dediyim kimi ulu babası Seyfəddin Səfəvilər sülaləsinin başlanğıcını qoyan özü birbaşa Talış olubdur. Həmçinin Şah İsmayılın özünü qoruyan Talışlar olubdur. Yəni o uşaq vaxtı Talışlar tərəfindən gizlədilib, onun öldürülməsinə mane olunubdur və Talışlar tərəfindən böyüdülübdür, Ərdəbil və ətrafında böyüdülübdür. Yəni Talışların çoxluq olduğu bir yerdə böyüdülübdür. Həmçinin onun 2 müəllimi Talış olubdur. Ən azı, yəni bizə gəlib çatan məlumatlarda görünür ki, onun 2 müəllimi Talış dilində danışıb və Talış ideoloji məsələlərini daşıyıbdır və Talışca şeirlər də yazıbdır. Bu məlumatlar bizə gəlib çatıbdır. Lakin onun Şah İsmayılın əsasən türkcə şeirlər yazdığı əsas gətirilərək onun türk olduğu qeyd edilməyə başlayıb. Həmçinin Uzun Həsəndən gələn xətti də qeyd olunmağa başlayıb. Mən Şah İsmayılda hər hansı bir türk qanı olduğunu danmıram. Yəni ola bilər ki, hər hansı bir onun Uzun Həsən
Yəni ana xətti tərəfdən ola bilər hər hansısa bir türk qanı olsun. Çünki bu ana tərəfi onun həm Bizans, həm Gürcüstan, həm də türklərlə əlaqəli görünür. Amma onun əsas ata xətti Talış olubdur. Həmçinin onun ana xəttinin ona təsiri güclü olmayıb. Yəni onun əsas olduğu yer, Səfəvlərin qurulduğu yer, dövlət olaraq sülalə yox, dövlət olaraq qurulduğu yer, həmçinin sülalə olaraq da qurulduğu yer Talışların çoxluq olduğu bir yerdə olub və Talışlar olan bir yerdə olub. Və bu şeirlərin də əsas gətirilməsi mübahisəlidir. Yəni Şah İsmayıl şeirlərini əsasən fars dilində yazıb və burada da mülahizələr var ki, bu fars dili indiki fars dili deyil, fars dilinin başqa ləhcəsidir. Çox güman ki, burada yenə də Talış və yaxud da ona yaxın bir dildən söhbət gedir və sonra da türk dilindən ibarətdir. Yəni bizə çatan məlumatlar belədir. Bəs necə olur ki, bu insanın yazdığı şeirlərdən yalnız və yalnız türkcə o artıq ortadadır. Fars dilində deyilən yazılar bizə gəlib çatmayıbdır. Bu çox qəribə bir məsələdir və burada mən bir çox mülahizə yeridə bilərəm, amma bu konspirasiyadan başqa bir şey olmayacaq. Və ən maraqlısı ki, bu barədə akademik araşdırma yoxdur. Yəni necə bu alındı, nəyə görə bu ancaq türk dilində yazılar ortaya çıxır, amma onun farsça yazdığı şeirlər ortaya çıxmır. Və qəribə məsələlər nədir? Burada böyük suallar yaranır bu məsələlərdə də. Türkcə qorunmuş yazıların böyük bir hissəsi, bu əlyazmalar orijinaldan köçürülübdür. Orijinalın birbaşa, yəni Xətainin özünün yazdığı deyil bu. Bunlar köçürülübdür və bunun ən qədimi 1541-ci ilə aiddir. Bu da Britaniya kitabxanasında saxlanılır. Digər əlyazmalar isə Bakı qədimlərdən söhbət edirəm. Bakı Əlyazmalar İnstitutundadır və Sankt-Peterburqda saxlanılır. Və bu əlyazmaların heç birinə, diqqət edin, heç birinə ictimai çıxış yoxdur. Yəni mən başa düşürəm ki, bu əlyazmaları hər adam gedib araşdıra bilməz. Orada bu əlyazmalar qorunmalıdır. Amma söhbət bunun nüsxələrinin yayımlanmasından gedir. Yəni orijinal nüsxələrinin yayımlanmasından gedir. Baxın, Azərbaycanda və yaxud da başqa yerdə bunu görə bilməzsiniz ki, hər hansısa bir misal üçün arxivə girirsiniz və onlayn arxivə girirsiniz və bu nüsxələr orada yayımlanıbdır. Belə bir şey yoxdur. Misal üçün 15, 16-cı, 17-ci əsrlərə aid Avropa şairləri var ki, onların yazdıqları çap edilib, yəni orijinalda necə yazılıb çap edilib və yayımlanıb olduğu kimi. Və siz onları onlayn girib tapa bilərsiniz internetdə. Amma Şah İsmayılın bu 3 arxivdə dediyim şeyləri bizə göstərilmiş və ancaq ora dövlət yönümlü insanlar buraxılır. Bu da qəribə, ikinci qəribə bir hadisədir. Üçüncü qəribə isə bizə göstərilən, yəni türk sözlərinin olduğu rübailər belə çox qəribə olaraq fars adət-ənənəsinə uyğun yazılıb. Yəni fars tərzində bu şeirlərin quruluşu, onların arxitekturası sırf fars şeirləridir bunlar. Yəni bu necə türk dilində yazıla bilər? Yəni bunun üslubu fars üslubudur. Şah İsmayılın bir çox şairlərə, bir çox ədiblərə vurğusu orada farslara aiddir. Burada heç bir türk ədibə, şairə vurğu edilmir. Bu Şah İsmayıl ancaq fars ədiblərə vurğu edir. Və ən maraqlı cəhəti isə bu əlyazmaların bir-biri ilə uzlaşmamasıdır. Yəni bu əlyazmaların digərləri də Misirdə, Türkiyədə və Almaniyada tapmaq mümkündür. Amma bu əlyazmaların heç biri bir-biri ilə uzlaşmır. Yəni bu köçürmələrdir. Yəni bu əlyazmalar köçürmələri bir-birinə uzlaşmır və Türkiyə və Misirə getdikcə bu daha böyük türk sözləri daşıyır. Və burada belə bir ehtimal ortaya çıxır. Bunlar bir tərcümədir ya da əlavələr olunubdur. Yəni sonradan yazılıbdır və tərcümə olunubdur və əlavələr olunubdur. Və bu tərcümə məsələsi niyə ortaya çıxır? Çünki Səfəvilərə qoşulan türklər arasında, yəni türk dillər arasında daha çox Bektaşilər var idi.
Bektaşilər ilk dövrlərdə Səfəvilərə qoşulmağa başladı və Sufi idilər. Həmçinin türklərə yaxın bir dili danışırdılar. Türkçəyə yaxın bir dili danışırdılar. Və ehtimal olunur ki, onlar Şah İsmayıla aid yazıları, yəni şeirləri tərcümə edibdi və yaxud da onun üzərinə əlavələr edibdi. Təbii ki, bu bir ehtimaldır. Mən bir şey deyə bilmərəm ki, bu dəqiq informasiyadır. Amma burada akademik bilgilərin kasad olduğu, düzgün araşdırılmadığı da açıq görünür. Yəni bir araşdırma bu cür aparılmır. Məsəl üçün Azərbaycanda görürsən ki, Facebookda turançılıq ideyası falan paylaşan adamlar gedib ancaq bunu araşdırır. Və araşdırdıqlarında da aydın deyil. Məsələn gedirlər Bakı arxivinə, əlyazmalar üstünə, Xətai bunu yazıbdı. Bunu çap elədilər. Qardaş, sən bunun araşdırmacısınsa, bunu götürüb Peterburqdakı arxivdəkinlə müqayisə elə, bunun yazılış dili necə olubdu, bunu müqayisə elə Türkiyə və Misirdəki yazılarla, Britaniyadakı yazılarla. Bu cür araşdırma olmur. Yəni sən puzzle-ın bir hissəsini götürürsən, özünə sərf eləyən ideoloji məsələ və sərf eləyən hissəsini götürürsən və qalan məsələləri ehtimallar üzərində işləmirsən. Bunun araşdırma demirlər. Bu saxtakarlaşdırmadır, tarixi təhrif etməkdir. Əsl araşdırma isə bu olmalıdır ki, yəni bu yazılar bir yerə toplanmalıdır, müqayisə aparılmalıdır, başa düşülməlidir ki, bu dillər niyə fərqlidir? Yəni Xətai necə olur ki, bir şeirdə başqa üslubda yazır, gedir başqa yerdə başqa üslubdan yazır, bir şeirdə başqa sözlərdən istifadə edir, o birisi nüsxədə tamam başqa sözlərdən istifadə edir. Bu, yenə deyirəm, mənim ehtimal, mən akademik deyiləm, akademik araşdırmacı deyiləm. Amma əlimə versələr bu məsələləri, yəni mənə çıxış imkanı versələr bu məsələlərə, qəşəng də araşdıraram. Yəni burada bir problem də görmürəm. Amma bunun araşdırılması hal-hazırda fakt odur ki, normal üsullarla, yəni bitərəf üsullarla aparılmır. Buna biz araşdırma deyə bilmərik və buna görə də Xətainin türk yazısı olduğunu deyə bilmərik, türk olduğunu deyə bilmərik. Ümumiyyətlə o türkcə yazı bu şübhə altındadır. Yenə deyirəm, bu tərcüməyə daha çox oxşuyur və Xətainin öz yazdığı orijinal ortada yoxdur və nəyə görə onun bir dənə də olsun fars dilində yazdığı bir şey bizim günümüzə gəlib çatmayıb orijinaldan. Və mənim ehtimalım budur ki, bu sadəcə ehtimaldır, yenə deyirəm. Bunu mən dəqiq olaraq deyə bilmərəm, amma ehtimal açıq görünür. Onun fars dili və ya da fars dilinə yaxın bir dildə yazdığı deyilən şeirləri, hansı ki rusların, Britaniyalıların bura hücumları olub, bu arxivləri götürüblər, oğurlayıblar İranlılardan. Həmin vaxtı farsça kopyalar və ya da orijinallar məhv edilibdi və yerinə onun tərcümələri götürülübdü. Türkçəyə tərcümələri götürülübdü. Bu bir ehtimaldır, araşdırılmalıdır və bu məsələyə toxunulmaması da çox qəribədir. Yəni bu açıq sual yaradan bir məsələlərdir və bunlara indiyənə qədər də toxunulmayıb. Digər məsələ isə burada türk dilində yazılma ehtimalı da var. Yəni ola bilər ki, Şah İsmayıl türk dilindən istifadə etsin. Yenə deyirəm, ona türkcə qoşulan insanlar var idi. Bəlkə də mümkündür ki, onları özünə cəlb etmək üçün bunları edibdi. Lakin bu mülahizə üzərindən güya Şah İsmayılın türk olduğunu demək çox axmaq bir şeydir. Yenə deyirəm, Şah İsmayıl bir İranlı idi. İranlı əqidəsi daşıyırdı və o bir Talış əqidəsi daşıyırdı. Həmçinin Talışların arasında böyüyübdü. Müəllimləri Talış olubdu. Onun ulu babası Talışdı. Səfəvilərə təsir etmiş digər Şeyx Zahid Gilani də Talış olubdu. Onun ulu babaları Talışca yazıbdı. Yəni burada Şah İsmayılın bir Talış olduğu açıq görünür. Həmçinin Şah İsmayılın dövründə Talışlar yeganə yer idi ki, yəni Talışların yaşadığı yerlər, onların özünə məxsus muxtariyyatı var idi. Yəni tamamilə Səfəvilərə tabe deyildilər. Düzdür, Səfəvilər tərəfində döyüşürdülər, amma özlərinin müstəqil qərar vermə imkanları var idi. Yəni bunu Şah İsmayıl niyə etsin? Çünki özünün başlanğıcı oradır və hörmət edirlər. Və bu sonrakı Şah Abbasın dövrünə qədər davam edib. Yəni Talışlar daha böyük muxtariyyət altında yaşayıblar
Şah Abbasın siyasəti isə ondan ibarət olub ki, bu muxtariyyatı onların əlindən alıb dövləti mərkəzləşdirməyə başlayıb. Yəni mərkəzdən idarə etməyə başlayıb. Amma Şah İsmayılın dövründə yenə deyirəm, bu çox açıq faktlardır. Bunu çox biabırçı haldır ki, bunu Azərbaycanda araşdıranlar yoxdur. Bu bizim akademik institutlarımıza bir təhqirdir. Talışlar böyük bir muxtariyyət olubdur və baş hakimiyyətdən asılı olmayıblar. Əksinə Talışlar çox güclü şəkildə Səfəvi hakimiyyətinə təsir edən qüvvə olublar. Həm bunun ideoloji, həm də hərbi qanadlarında Talışlar böyük təmsil olunublar. Bütün bunlar faktlardır və Şah İsmayılın da Səfəvilərin də bir Talış dövləti olduğunu açıq göstərir.